Qəhrəmancasına şəhid olan bütün şəhidlərimizə salam olsun. Salam olsun. Şəhidlər ölmür, şəhidlər Allahın evinə köçür. Ey şəhidlər! Sizin şahidiniz olan elçini qəbul edin. O bugün həyatını sen olan ulu Allah'ın yoluna verdi. Şehitlerimiz, sizin şahidiniz olan bu şerefli kardeşimizin elçini öz yanınızda kabul edin. Allah rahmet eylesin sözünü ben diyebilmirəm ona göre ki şehitlerimiz sağdır. Vətən uğrunda canını koyan her bir asker, şirik paltarı giyinen her bir asker sağdır. Ben bunu diyebilirim. Ruhumuz şad olsun. Elçin, sen bize hem komşuydun, hem kardeşiydin. Komşulukta sen çok hürmetli bir kardeş olmuşsan. Varsan ve ebedisən bizimlesən. Senin ruhun şad olsun. Amin. Çox sağ ol, Allah razı olsun. Elə bayaq da dedik, şəhid qardaşlarımızın arası 5 metrdir, şəhidlər xiyabanı gedir bura. Biz şəhidlərimizdən arzu edərdik ki, şəhid qardaşlarımız bizim qardaşımızı şəfaət etsin. Və mən də bir Qarabağlı kimi, bir Azərbaycanın yaralı bir rayonu olan Xocalı sakini kimi Elçin qardaşımızdan, şəhid qardaşımızdan və burada olan bütün qazi qardaşlarımızdan halallıq istəyirik ki, canınız, qanınız bahasına Qarabağımızı azad etmişsiniz. Bugün orada hər bir Qarabağlı öz dədə baba yurdundadır. Bir Qarabağlılar adından hər birinizdən halallıq istəyirəm. Allah hər birinizdən razı olsun ki, canınız, qanınız bahasına o torpaqları aldınız. Bu günlərin bizim Azərbaycanın yenilməz Ali Baş Komandanı dünyanın hər bir yerinə gedir. Çox belə mükəmməl qarşılanır. Ona görə ki, dünyada niyə mükəmməl qarşılanır? Ona görə ki, zəfər çalmış bir ölkənin, ordunun lideri kimi. Ona görə də hər zaman, hər yerdə yüksək səviyyədə qarşılanır. Biz Allah Ali Baş Komandanı ömür versin, Allah xalqımızı qorusun. Allah qazi qardaşlarımıza şəfa versin. Bu günlərin bax bilmirdi ki, Elçin qardaşımız bu vəziyyətdədir. Vallahi mən deyərəm ki, qazi qardaşlarımızın 80%-i bax ölümlə pəncələşir, ölümlə çalışır. Amma gəlin xalq olaraq, dövlət olaraq, məmur olaraq hər zaman o qazilərin sağkən yanında olaq. Və bizim qardaşımız neçə müddətdir Bakıda yeni klinikada əziyyət çəkirdi, qan lazım idi, əməliyyat olunmalıydı. Amma ailəsi əlindən gələn son damla qanına kimi, puluna qədər, maddiyyatına qədər valideyn öz borcunu yerinə yetirdi. Əmin, Allah səbrinizi versin. Amin. Allah bax görürsünüzlər, qazi qardaşları hər biri yanındadır. Şəhid sevərlər buradadır, qazi sevərlər buradadır. Nə bilim, kimin ürək sözü varsa buyursun bizim